Rusiyada Xocalı soyqırımının 21-ci il dönümü ilə bağlı silsilə tədbirlər davam edir. Bu dəfə Rusiyada təhsil alan yerli və əcnəbi tələbələr faciə ilə bağlı məlumatlandırılıb. Rusiyanın Xalqlar Dostluğu Universiteti adından da göründüyü kimi müxtəlif millətlərin nümayəndələrinin təhsil aldığı təhsil ocağıdır. Bu səbəbdən də universitetdə Xocalı soyqırımı həqiqətlərinin faktlarla ortaya qoyulması böyük əhəmiyyət daşıyırdı. Universitetdə təhsil alan Azərbaycanlı tələbələrin təşkil etdiyi tədbirdə Xocalı faciəsinin ağır nəticələrindən söhbət açılıb. Ermənilərin 613 günahsız insanı qətlə yetirdiyi, körpələrə, qocalara aman vermədən güllələdiyi dərin hüzünlə yada salınıb. Xocalı hadisələri təkcə işğal faktı deyildi. Vandallıq, terror, görülməmiş vəhşilik nümunəsidir. Tədbirdə faciəni törədənlərin, Xocalıda atəş əmri verənlərin gec-tez məhkəmə qarşısında cavab verəcəyinə inam ifadə olunub. Anım mərasimində erməni əsirliyində işgəncələrə məruz qalan soydaşlarımızın xatirəsinə həsr edilən Qarabağ Azərbaycanındır filmi nümayiş olunub. Filmi izləyənlərdə dərin təəssürat hissi buraxıb.